Salam əziz izləyicilər. Bugün sizinlə gilas mürəbbəsi hazırlayacağıq. Əvvəlcə gilası saplağından qoparıb qoyuruq yaxşıca yuyulmağa. Yuduqdan sonra 2 saat suda saxladım. Əgər qurdu varsa çıxır. Təmiz gilasdır, heç bir qurdu çıxmadı. Burada isə yuyulmuş gilasları süzgəcə boşaldıram ki, suyu tam sızılsın. 20 dəqiqə saxladıqdan sonra suyu tam sızıldı və qoyuram ölçməyə. 2 kilo gilasımız oldu. Mən 2 kiloqram gilasa 1 kilo 500 qram şəkər tozu əlavə etdim. Gilası da şəkər tozunu da hər ikisini bişirəcəyim qazana tökdüm və 200 ml olan stəkanın tən yarısından su əlavə etdim. Qazanın qapağını bağlayıb 6 saat gözlətdim ki, gilasın suyu çıxsın. Burada isə videoda gördüyünüz kimi gilasın suyu çıxdı. Və qoyuruq bişirməyə. Ara sıra qarışdırırıq. Videoda da gördüyünüz kimi mürəbbəmiz artıq qaynağa düşüb. Burada isə qazanın qırağında olan kəfləri təmizləyirik. Sonra isə salfetka ilə tam təmizləyəcəm. Hələ ki qıraqlarını təmizlədik. Artıq mürəbbəmiz bişir. Mürəbbəmiz tam hazırdır. Burada isə salfetka ilə qazanın üstündəki kəflərin hamısını yığırıq. Və beləcə gilas mürəbbəmiz hazırdır. Nə çox qoyu olmadı, nə də çox duru. Mən bu üsulla bişirdim. Bişirən hər kəsə nuş olsun.